Hə, indi də hal-hazırda şir bürcünə baxırıq, görək onlarda nə var. Baxaq. Şir bürcü tərtəmiz. Qaranlıq işləri yoxdur. Şir də yaxşı bürcdür, amma həmişə şir kimi hökmranlıq eləmək istəyir. Bəzən deyirlər, şirlərdə paxıllıq yoxdur, amma şirlər paxıl olur, dəhşət paxıl olur. Məsələn, baxın. Şirin yolunda bir dənə kərkadan kimi nəsə var. Əgər o ona qalib gəlsə, şirin işləri düz gələcək. Görürsünüz? Bax belə. Yaxşıdır, tərtəmizdir yollarınız, işləriniz qəşəng gedir, amma çox burnunuzun dikinə gedirsiniz, iş kimi bəyənmirsiniz. İş kimi, güya ki sizdən yoxdur. Neysə, bax şirlər belə olur. Hökmranlıq eləmək istəyir. İşləriniz yaxşıdır. Bir-iki dənə biraz görürsünüz. Çətinlik var. Sonra burada nə var? Deməyi, gülməyi xoşlayır. Bu arada şirlər qeybəti xoşlayır. Şirlər. Bir də şir bürcünə nə qədər yaxşılıq edirsən, bəzilərə, mən tanıdıqlarım deyim, adama sağ ol demirlər. Arada bir sizə yaxşılıq eləyənlərə sağ ol deyin. Qalan belə heç kimdən işi yoxdur. Özü üçün yeyir, yaşayır. Bax belə şirlərə də baxdıq. İndi keçək o biri bürcə.